Qonşu axşam sizdən bu davadala hissəsi gəlirdi. Ona söhbət edin. Ana heç demək. Nasam bütün evlərin programı mən bütün gecə boyu. Gəlib mənə deyir ki, rəfiqana elətdirib yəqin görüb orada. Gəlib mənə deyir ki, mən də tatu eləmək istəyirəm. Kim? Ha, arvad da evdəki. Ana bura ilan vurun. Mən bura bu çiynimə dovşan vurun. Mən bu çiynimə bir dənə buradan bövrən ceyran vurun. Ma deyirəm sənə çiyinlərin meşədir bə ya. Bu heyvanlar haradır sən çiyini bə? Aa, ağzım açılmadı qonşu. Baxmadım sağın içədir. İnanırsan dağıdıram indi. Əlimə girib sındırıram. Mən də qoymadım ki, bir dənə nəsə göy şkafa bir dənə dan. Bir dənə şey var da dan. Dağıdıram evi. Yo, deməli mən arvad uşaq da hamımız düşdük həyətə. Dedim yəqin zəlzələdir. Uşaq var. Ha bir dənə mənə baxışda. Vay. Batırıb evi. Batırıbsan. Bir dənə sən canım kömək elə mən. Onun bezini dəyişim. Bu köp dərmanı çox vermiş ha. Uşağın qazı gedir. Vay. Uşağa sən baxırsan, arvad hardadır? Getdi tatu vurdurmağa da.